istəmirəm də hər kəs öz ailəsindəki atasını model olaraq götürsün. Yəni bizim ailələrimizdə atalarımızdır, qardaşlarımızdır, yəni onların geyim tərzləridir misal üçün. Həmçinin analarımızdır, nənələrimizdir, belə deyim. Amma bu günlərim mən övladımı hansı tərəfdən qoruyacağımı inanın ki bilmirəm. Mən bilmirəm övladımı yerli bazardan qoruyum, bilmirəm xaricdən qoruyum. Mən yenə də məcburam ana olaraq misal evimdə xəmir açmağa mən məcburam ki qız övladım mətbəxdə qadının nələrdən olacağından xəbəri olsun. Çünki mənim övladım restoranlarda hamının eşitdiyini, o yeməklərin adını çəkir. Mən məcburam övladımı başqa restoranlara aparıram ki, bizim düşbərəmiz var, bizim xingalımız var. Sən bax ki, bizdə kebab var. Bizim həyatımız fast fooddan ibarət deyil, əzizim. Ya əslində bizə çətindir bu. Bəli, bəli. Bizlərə çox çətindir. Biz də mən düşünürəm, mən həm valideynəm, həm anayam, həm müəlliməm, həm də bir mentoram.